Hantavirusdan sağ qurtulan şəxs virusu işgəncəyə bənzətdi. Kanadalı Lauren Warburton hantavirusa yoluxduqdan sonra yaşadıklarını işgəncə və yer üzündə cəhənnəm adlandırıb. O bildirib ki, əvvəlcə COVID-19-a bənzər simptomlar, güclü halsızlıq, baş ağrısı və bədən ağrıları hiss edib. Qısa müddət sonra vəziyyəti ağırlaşıb, nəfəs almaqda çətinlik çəkib və həyat dəstək aparatına qoşulub. Həkimlər ona nadir və təhlükəli hantavirus diaqnozu qoyublar. Lauren təxminən 3 həftə reanimasiyada qalıb. O deyib ki, sağ qalması möcüzə olub. Xəstəlikdən sonra tam bərpa prosesi 1 ildən çox davam edib. Hazırda ürək ritm pozuntusundan əziyyət çəkir və hər gün dərman qəbul edir. Almaniyada yaşayan Christian Ege də hantavirus səbəbindən böyrək çatışmazlığı və sepsis keçirib. O bir neçə gün intensiv terapiyada müalicə alıb. Mütəxəssislər bildirirlər ki, hantavirus əsasən siçan və digər gəmiricilərin sidik və ifrazatları vasitəsilə yayılır. Virusun bəzi növlərində ölüm riski 20-40% arasında dəyişir. Hazırda xəstəliyə qarşı xüsusi antiviral müalicə və geniş istifadə olunan peyvənd mövcud deyil.